Bəli, hörmətli tamaşaçılar, cari xəbərlərlə davam edirik. Bugün Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə 39 ailə, 153 nəfər Sarıcalıya köçürülür. Bakı, Abşeron, Bərdə, İmişli, Mingəçevir, Ağcabədi, Ağdam, Ucar, Yevlax və Biləsuvarda məskunlaşan ailələr Sarıcalıya yola salınıblar. Beləliklə də bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 76 ailə, yəni 299 nəfər köçürülmüş olur. Burada öz vətənimizdə, amma öz yerimizdə, öz obamızda olmaq başqa hissiyyatı var da. Onu gərək hiss eləyəsən, biləsən. Arzu eləyirəm ki, bütün qaçqınlar öz yerlərinə qayıtsın. Allah şəhidlərimizə rəhmət eləsin. 31 ildir. İndi qayıdırıq gənə evimizə, işimizə. Şükürlər olsun Allah'ın bu gününə. Arzu eləyirəm bütün nə qədər qaçqın, köçkün var, məcbur köçkün. Hamısı qayıtsın yerinə, yurduna. Bəli, artıq Ağdama köç başlayıb səhər saatlarından. İndi isə biz əməkdaşımız Şöhrət Eyvazova bağlanırıq. O, Ağdamın Sarıcalı kəndindədir. Onun müsahibi Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarə etmə xidmətinin mətbuat katibi Leyla Sarabi də olmalıdır. Şöhrət, salam, buyurun, eşidirik sizi. Buyurun. Köç prosesi, Bakıdan çıxan köç artıq Sarıcalıya çatıb mı? Bu barədə danışın. Buyurun, artıq söz sizdədir. Biz hal-hazırda Sarıcalı kəndindəyik. Bura Qarabağa qayıdışın növbəti ünvanı, Ağdama qayıdışın isə ilk ünvanıdır və biz keçən ayın sonlarında buradan mənzillərin şəraiti haqqında ilk məlumatları vermişdik və sizin də vurguladığınız kimi indi ətraflı məlumatları Leyla xanım təqdim eləyəcək tamaşaçılarımıza. Amma mən bir nüansı da vurgulamaq istəyirəm ki, yalnız bu kənd deyil, digər Xıdırlı və Sarıcalı kəndləri, Xıdırlı və Kəngərli kəndlərinə də köçün yaxın zamanda olacağı planlaşdırılıb. Eləcə də Ağdam şəhərindən keçmiş məcburi köçkünlər də sevinə biləcəklər yaxın zamanlarda və mən fürsətdən istifadə edib bütün Qarabağlıları, o cümlədən siz aparıcıları, hər iki Ağdamlığını da təbrik eləyirəm və artıq rəsmi statistikanı almaqdan ötürü Leyla Sarabiyə müraciət edirik. Zəhmət olmasa Leyla xanım, bugünkü köç haqqında və əgər rəsmi digər məlumatlar varsa onları bölüşəsiniz. Salam, hər vaxtınız xeyir. Bəli, artıq bugün Sarıcalıya 3-cü köç baş tutur və bu köçlə birlikdə artıq 76 ailə və 299 sakin öz doğma yurt yuvasına qovuşacaq. Sarıcalıda doğma evinə köçəcək. Nəzərinizə çatdıraq ki, ilkin mərhələdə Sarıcalıda 54 hektar ərazi layihələndirildi və burada 203 fərdi ev tikildi. Bu evlərin də 63-ü 2 otaqlı, 91-i 3 otaqlı, 45-i 4 otaqlı, 4-ü isə 5 otaqlıdır. Və artıq dediyimiz kimi 76 ailə öz doğma evinə köçür. Bu da çox gözəl, çox əlamətdar hadisədir ki, bu həm Ağdama ilk köç, həm də Ağdamın kəndlərinə ilk köçün baş tutması deməkdir. Yaxın gələcəkdə də bəli, vurguladığınız kimi Xıdırlıya da, Kəngərliyə də, elə Ağdamın özünə də köçün nəzərdə tutulması da planlaşdırılır. Təşəkkür edirəm. Bunu da vurgulamaq istəyirəm ki, evlər 12 sot həyətyanı sahə ilə birlikdə verilir və köç və digər işlər dövlətin hesabınadır. Eyni zamanda evlər mətbəx mebeli ilə tam təmin ediliblər. Hələlik bu qədər bizdən. Təşəkkür edirik Şöhrət. Ətraflı məlumata görə həqiqətən də bir vaxtlar Qafqazın Hiroşiması adlandırılan xarabalığı xatırladan Ağdam artıq abad günlərini yaşayır və əzəli sakinləri də orada qrup yaratmaqla, torpağında əkib becərməklə məşğul olacaqlar. Bəli, arzu eləyək ki, elə növbəti mərhələdə inşallah Ağdam şəhərinin özünə də növbəti köç yola salınsın. Elə bu kontekstdə